Salam dəyərli müəllimlər. Deməli, mövzumuz 6-cı sinifin ilk mövzusu olan məktəbdə ünsiyyət və davranış mədəniyyəti dərsidir. Gəlirik ümumi davranış qaydalarına, yəni davranış və ünsiyyət qaydaları hansılardır? Burada ilk öncə diqqət edəcəyimiz məqam ümumi davranış qaydalarıdır. Bəs bunlar hansılardır? Deməli, bunlar şagird məktəbə təmiz və səliqəli geyimdə gəlməlidir. Dərsin başlamasına 15-20 dəqiqə qalmış məktəbdə olmalı, lazımi dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır. Dərs zamanı müəllimin icazəsi olmadan məktəb və məktəb ərazisini tərk etməməli, dərsdə iştirak etmədiyi halda sinif rəhbərinə tibbi arayış və ya valideynləri onları əvəz edən şəxs kimi yazılmış bir izaha təqdim etməlidir. Üzürlü səbəb olmadan dərs buraxılmamalıdır. Şagird özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalı, məktəbdə və məktəbdən kənar özünü mədəni və nəzakətli aparmalıdır. Baxın müəllimlər, bu ümumi davranış qaydalarına aid olan hissədir. Bəs bizə desək ki, dərs zamanı davranış qaydaları hansılardır? Burada dərs zamanı deyəndə, yəni fikir verəcəksiniz, gözünüzlə görəcəksiniz ki, sanki burada dərs prosesində gedən davranış, hərəkətlər, yəni bunları göstərir. Yəni asanlıqla seçə biləcəksiniz. Bir məqam var, onu da sizə deyəcəm ki, bir-birindən nəyə görə fərqlənir. Deməli, müəllim sinifə daxil olanda şagirdlər salamlaşmaq üçün ayağa qalxır və yalnız müəllim onlara salamlaşıb oturmağa icazə verdikdən sonra otururlar. Görürsünüz, yəni dərs zamanı, dərs prosesində müəllimin sinifə daxil olması, uşaqların ayağa qalxması, əyləşməsi hər biri dərs zamanı baş verən hadisələrdir. Daha sonra burada nə var idi? Eyni qayda ilə şagirdlər dərs zamanı sinifə daxil olan digər böyüklər də salamlayırlar. Deməli, görürsünüz, yenə deyir, dərs zamanı sinifə daxil olan digər özlərindən böyüklər də salamlayırlar. Dərs zamanı səs salmaq, kənar işlə məşğul olmaq, dərsdən yayınmaq və dostlarını bu işə cəlb etmək olmaz. Yenə görürsünüz, dərs zamanı səs salmaq, kənar işlə məşğul olmaq, dərsdən yayınmaq olmaz. Dərs zamanı şagird sinifdən çıxmaq istəyirsə, bunun üçün müəllimdən icazə almalıdır. Əgər şagird müəllimə sual vermək və yaxud da ki, müəllimin sualına cavab istəyirsə, əlini qaldırmalıdır. Yenə görürsünüz, dərs zamanı olan hadisələrdir. Hər bir dərsin keçirildiyi kabinetdə şagird öz iş yerini təmizləməli, səliqəsinin qorunmasına cavabdeh olmalıdır. Şagird dərs zamanı müəllimin tələblərini yerinə yetirməyə çalışmalıdır. Şagird yüksək və aydın səslə cavab verməlidir. Necə cavab verməlidir? Yəni müəllimin sualına, ümumiyyətcə müəllimə cavab verərkən yüksək və aydın səslə cavab verməlidir. Qışqıraraq yox, yüksək və aydın səslə. Daha sonra zəng çalınarkən yalnız müəllim dərsin bitməsini elan etdikdən sonra şagirdlər sinifdən çıxa bilər. Müəllim sinifdən çıxdıqdan sonra şagirdlər sinifdən çıxarkən, yəni müəllim sinifdən çıxarkən şagirdlər ayağa qalxmalıdır. Daha sonra hansı qaydalar var? Tənəffüsdə davranış qaydası. Burada deyir ki, öz iş yerini səliqəyə salmaq. Baxın, burada bir məqam var idi, hansı ki deyirdi ki, dərs zamanında şagird dərs zamanı müəllimin tələblərini, bunu demirdim. Deməli, hansı idi o? Dəqiqə sizə deyəcəm. Deməli, hər bir dərsin keçiriləcəyi kabinetdə şagird öz iş yerini, təmizlik və səliqəsini qorunmasına cavabdeh olmalıdır. Deyirsə, bu dərs zamanı aiddir. Hər bir dərsin keçiriləcəyi kabinetdə şagird öz iş yerinin təmizlik və səliqəsini qorunmasına cavabdeh olmalıdır. Bu dərs zamanına aiddir. Amma sadəcə desək ki, öz iş yerini səliqəyə salmalıdır. Bu zaman isə bu tənəffüsdə davranış qaydasına aid olmur. Məktəbdaxili intizam qaydalarına riayət etmək, müəllimin və məktəb işçilərinin tələblərini yerinə yetirmək tənəffüs zamanı qaydalara aiddir. Tənəffüs zamanı öz mərtəbəsində olmaq, müəllimləri, valideynləri və digər qonaqlar gördükdə onlarla salamlaşmaq və yol vermək, pilləkən və dəhlizdə yalnız sağ tərəfdə hərəkət etmək. Şagirdlərə nə qadağandır? Dərsdən kənar vaxtda məktəbdə gəzmək, üst geyimində gəzmək, pilləkənlərin, pəncərələrin yaxınlığında, oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq,
bir-birini itələmək, bir-birinə nəysə atmaq, fiziki güc tətbiq etmək, etik davranışa zidd ifadələr işlətmək, səs salmaq, dərsin gedişinə mane olmaq. Sinif üzrə növbətçinin vəzifəsi nədir? Tənəffüs zamanı sinif otağında olmaq, sinif otağını səliqə salınmasına nəzarət etmək, sinif otağını növbəti dərs üçün hazırlanmağa müəllimə kömək etmək, dərs qurtardıqdan sonra sinifin təmizliyini təmin etmək. Testlərdə düşür ki, dərs bitdikdən sonra sinif otağında qalmaq. Baxın, bu düzgün bir ifadə deyil. Dərs bitdikdən sonra niyə biz hər hansı bir şagirdi sinif otağında saxlayaq? Tənəffüsdə bəli, amma dərs bitdikdən sonra sadəcə sinifin təmizliyinə riayət etməlidir və belə deyək də fikir verməlidir ki, orada partalar düzgün olsun, otaq hər hansısa bir kağız və s. qalıqlarla qalmasına, yəni təmiz olsun, lövhə təmiz olsun bu formada. Təmizliyinə diqqət yetirməlidir. Bəs şagirdlər yeməkxanada davranış qaydaları hansılardır? Yeməkxanada da, yəni bunu da asanlıqla seçə biləcəksiniz. Deyir ki, dərs zamanı, daha doğrusu, üzr istəyirəm, yemək zamanı ədəb qaydalarına riayət etmək, yeməkxana işçilərinə hörmətlə yanaşmaq, yemək zamanı qonşu masalarda oturanları narahat etməmək, yüksək səslə danışmamaq, yeməkdən sonra masanı yığışdırmaq, stulları yerinə qoymaq, məktəb yeməkxanasının əmlakına qayğıyla yanaşmaq və yeməkxanaya üst geyiminə daxil olmamaq. Sonra burada şagirdlər üçün bir neçə məsləhət var. Hansılardır? İndi mən sizə əsas vacib məqamlarını deyəcəm. Deyir ki, şagird ciddi və səmimi olmalıdır. Yenə testlərdə bu formada düşür ki, ciddi, amma yox, ciddi olmalıdır və səmimi olmamalıdır və yaxud da ki, bu formada düşür ki, ciddi olmamalı, amma səmimi olmalıdır. Yəni fikir verin ki, ciddi, yəni dərsdə olduğu üçün, məktəbdə olduğu üçün bir qədər ciddi olmalıdır, amma eyni zamanda da dostlarına, yoldaşları ilə, sinif yoldaşlarına səmimi ünsiyyətdə olmalıdır. Sinif yoldaşlarına kobud və sərt sözlər deməməlidir. Müraciət zamanı sehirli söz burada nədir? Zəhmət olmasa. Bu söz sehirli ifadə kimi istifadə olunur. Və bu digər hissələri özünüz oxuyarsınız. Daha sonra burada ədalətli olmaq və səbirli olmaq məqamlarına da aydınlıq gətirmək istəyirəm. Deyir ki, hərəkətlərini götür-qoy etməli və lazım gələrsə günahını etiraf etməyi bacarmalıdır. Bu ədalətli olmağa aiddir. Yəni bir insan öz səhvi varsa onu qəbul edirsə, təbii ki, bu ədalətli olmağın simvoludur. Və hərəkətlərinizlə hamıya dürüst və ədalətli insan olduğunuzu sübut edəcəksiniz, yəni bu formada. Bəs səbirli olmaq nə deməkdir? Ətrafdakıların davranışı nəsə xoşunuza gəlməsə, deyir, hisslənməyin, qışqırmayın, dava etməyin. Bir anlıq dayan və fikirləş. Bəlkə mən özüm nəsə düzgün etmədim. Bu zaman isə artıq bu səbirli olmağa aid edilir. Fikirləş deyir, əvvəlcə fikirləş, sonra hərəkət et. Belə deyirsə, bu səbirli olmaqdır. Öz hərəkətini götür qoy et, günahını etiraf et. Bu isə ədalətli olmağa aid olur. Bu qədər müəllimlər. Dərsimiz bitdi.